Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Novxanaya gəlmişəm hörmətli izləyicilər, bağ evi çəkməyə. Çox gözəl bir yerdə yerləşir bağ evimiz, hörmətli izləyicilər. Bağ evimiz yerləşdiyi yeri deyəcəm hörmətli izləyicilər. Görürsünüz, dəniz qırağı birbaşa dəniz qırağına yaxın bir ərazidə yerləşir. 12 sotun içində 200 kvadrata yaxın belə bir evdir. Üstü ağlaydaşdır, təmirə ehtiyacı var. Çoxdandır evə, bir 10 ilə yaxındır bu evə gəlib getmirlər. Yəni təmirə ehtiyacı var. Terasıdır, terasından başlamışam çəkməyə. Giriş dəmir darvazası, həyətinə bir 3 dənə rahat maşın daxil ola bilir. 12 sot, geniş belə bir, baxın evin böyük tərəf hissəsidir. Burada əlavə əl damı var, əlavə əyək yolsu, gül, ağac, hər şeydə əkiblər həyətdə. Evimizin yerləşdiyi yer Novxanda Qaya restoranı var. Qaya restoranına yaxın bir ərazidə yerləşir, hörmətli izləyicilər. Və bu da bağıdır, həyətində əlavə bakıdır, gördüyünüz kimi, hörmətli izləyicilər. Evimizin 12 sot torpaq, 200 kvadrata yaxın evdir. Qiymətini hörmətli izləyicilər, xahiş edirəm, zəng eləyəsiniz deyərik. Çünki yiyəsiz tərəfdən qiymət hələm deyilməyib. Dedi bir fikirləşən, biz də gəlmişik deyək, çəkək, ondan sonra qiymətin problem deyil. Deyərik, müştəri zəng eləsə deyərik. İnşallah kim istəsə əlaqə saxlasın. Novxanda bağ evlərimiz çoxdur. Çəkib vaxt eləyib, çəkib bilmirik açıq. Yəni istəsəz əlaqə saxlayarsınız, gəlib baxıb, yəni ala bilərsiniz, zəng eləyərsiniz, gəlib ala bilərsiniz. Hörmətli, dənizə yaxın belə bir yerdə, çox gözəl bir yerdə, belə bir 12 sotun içində 200 kvadratlı belə bir bağ evi düşmə bir variant olur. Yəni qiymət də mən biləm ki, aşağı qiymətdir. Yəni bazar qiymətindən aşağı qiymətdir. Əlavə həyətdə belə bir söhbətxana tikiblər, gördüyünüz kimi heç istifadəyə verilməyib. Həyət mətbəxi, hə. Çox gözəl bir yerdə yerləşir bağımız. Yuxarıdan terasdan çəkdim, göstərdim ki, tam ətraflı görəsiniz ki, yəni harada yerləşir. Keçən indi evin içərisini çəkim göstərim, bir də sizə həyəti də yenə çəkib göstərəcəm, hörmətli izləyicilər. Hörmətli izləyicilər, evimin içərisində ikinci mərtəbədəyəm, gördüyünüz kimi. Buradan terasa girmək üçün qapısıdır. Bu pilləkənlərdir yuxarı qalxmaq üçün. Belə bir, burada böyük 2 dənə otağı var. Bir dənə burada böyük belə bir zalı var. Yataq otağında istifadə eləmək olur burada. Çünki burada yuxarıda yəni ən çox yataq otağı kimi istifadə edilir. Aşağıdakı amma zaldır. Gördüyünüz kimi geniş belə böyük bir otağı var. Orada bir pəncərəsi. Keçən digər otağını çəkim sizə göstərim. Burada ikinci yataq otağıdır. İçində mebeli, kondisioneri. Qiymətini dediyim kimi əlaqə saxlayasınız, hörmətli izləyicilər. Yəni qiymətini sizə deyərik. Novxanda deyin, Qala restoranına yaxın olan bağ evin qiymətinin 12 sotun içində 200 kvadratlı olan evin qiymətini deyim sizə. Tam mülkiyyətdir, kubçalı hörmətli izləyicilər. Keçən evin aşağı tərəfini çəkim göstərim. Nereden aşağı düşərkən, aşağıda da bizi bir dənə böyük otaq qarşılayacaq. Bura belə bir dəhlizdir bura gördüyünüz kimi. Dəhlizin solunda burada üzülürsən, işıq yağmur, burada hamamıdır. Hamam otağıdır. Biraz qaranlıq olduğunu üzülürsən. Geniş belə bir hamam otağı var. Burada belə bir geniş bir dənə bir otaqdır. Belə bir otaqdır, hörmətli izləyicilər. Burada da bir dənə əlavə yataq otağıdır. Geniş kvadratda gördüyünüz kimi, hörmətli izləyicilər. Evimiz monolit betonlu mərtəbə arası. Burada belə böyük bir mətbəxdir, mətbəx studiyadır. İçində olan əşyalar, hörmətli izləyicilər, qeyd edim deyim ki, kim istəsə əlavə ev yiyəsindən danışarsınız, ola bilər qiyməti əlavə olunsun. Ola bilsin ki, elə o qiymətin içində verilsin. Belə bir mətbəxidir gördüyünüz kimi. Burada belə bir yüngül, belə bir təmir lazımdır. Aboy qopub. Yəni burada belə bir şeylər var. Deyirəm, 13 ildir bu evə yaşayış yoxdur. Yəni gəlib gedən yoxdur. 13 ildir, qapısı bağlıdır bu bağın. Xahiş edirəm, kanalımıza abunə olun, izləyin. Keçə indi bağı da çəkim sizə göstərim, hörmətli, ətraflı baxın. Keçirik bağına. Bura belə bir bağıdır, gördüyünüz kimi geniş kvadratda. Keçən söhbətxanadan başlayalım. Həm mətbəx kimi ediblər buranı. Belə bir meyvə ağacları var bağda. On iki sotun içində 200 kvadrat tam mülkiyyət. Belə bir gözəl bağa sahib olmaq istəsəz, buyurun əlaqə saxlayın, hörmətli izləyicilər. Gəlin, baxın, alın. Xahiş edirəm, kanalımıza da abunə olun, izləyin. Belə bir bağ, yəni qiymət bilirəm ki, ucuz olacaq, endirimli qiymət olacaq, yəni gözəl bir qiymət olacaq. Yəni baxa qiymətə qoyulmur bax. Yəni satılır, təcili satılır, kim istəsə əlaqə saxlaya bilər nömrəmizlə. İçində dediyim kimi hovuzu var, balaca bir hovuzu var.
Buradan evin qarşı tərəfinə keçirəm ki, göstərəm sizə tam ətraflı. Dəmir darvazası. Bax, evimizin qabaq hissəsi buraydı, hörmətli izləyicilər. Həyətinə maşın salmaq üçün bura 3 dənə maşın daxil ola bilir. Bu evimizi almaq istəsəz, bu həyət evimizi, bu bağımızı almaq istəsəz, nömrəmlə əlaqə saxlayın. Xahiş edirəm, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.